Salam, xəbərlərlə tanış olun. Cəbhədə gərgin vəziyyət davam edir. Erməni silahlı bölmələri dünən və bu gecə Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutub. Son sutka ərzində atəşkəs rejimi müxtəlif istiqamətlərdə ümumilikdə 128 dəfə pozulub. Cəbhə xəttində vəziyyətin gərginləşməsindən sonra Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyev Ağdam rayonuna səfər edib və buradakı hərbi hissələrdən birində olub. İlham Əliyevin iştirakı ilə keçirilən operativ müşavirədə dövlət başçısı vurğulayıb ki, təmas xətti tam nəzarət altındadır. Son hadisələr də göstərir ki, Azərbaycan ordusu istənilən həmləni dəf etməyə qadirdir. Prezident hücumun dəf edilməsi zamanı göstərdikləri şücaətə görə hərbi qulluqçulara minnətdarlığını bildirib. Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri cəbhənin Bərdə rayonu istiqamətində uçuşlar həyata keçirir. Helikopterlər bugün səhər saat 8:30-dan uçuşlara başlayıb. Helikopterlər bütün istiqamətlərdə təmas xəttinə nəzarət edir. Müdafiə Nazirliyi bildirir ki, Azərbaycanın Hərbi Hava Qüvvələri aviasiyası mütəmadi olaraq planlı şəkildə uçuşlar həyata keçirir. Böyük Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Dağlıq Qarabağa və ətraf ərazilərə səfər etməkdən çəkindirməyə çağırıb. Britaniya Xarici İşlər Nazirliyi təmas xətti və Azərbaycan-Ermənistan sərhəddində atəşkəs rejiminin pozulduğunu və bunun çoxsaylı insan itkisi ilə nəticələndiyini xatırladıb. Dağlıq Qarabağa Azərbaycan hakimiyyətinin icazəsi olmadan səfər edənlərin Azərbaycana girişinə qadağa qoyulacaq. Statın sonu. Açıqlamada bildirilir ki, il ərzində 7000-ə yaxın Britaniyalı bizneslə əlaqədar Azərbaycana səfər edir və heç bir problemlə qarşılaşmır. Hava haqqında məlumatla tanış olun. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun hərarəti 25-28 dərəcə təşkil edəcək.